Salam, hörmətli izləyicilər. Sizə çox vacib bir məsləhət vermək istəyirəm. Tez-tez eşidirəm ki, öz yolumla gedirdim. Bax, mən gedən kimi sağdakı avtomobil birdən-birə mənim zolağıma döndü və mən qaçırdanda bax, soldakı qara maşına dəydim. Bax, belə şeylər eşidirəm. Bunun üçün nə etmək lazımdır? Təhlükəsizlik pəncərəsi saxlamaq lazımdır və bunun indi nə olduğunu sizə izah edəcəm. Həmişə çalışın ki, siz üstələməyə gedəndə, hətta ötməni demirəm, üstələməyə gedəndə sizin solunuz boş olsun. Bax, göstərirəm, avtobus gedir, sıxdı bizi, qaçdıq sola, əvvəlcədən də bilirdik ki, güzgüyə baxıb, solda maşın yoxdur. Ondan sonra qayıtdıq. Çünki avtobus bizi vursa, bizim həyatımız itə bilər. Baba, qaçırıq sola, tutaq ki, sıxdı bizi. Ondan sonra qayıdırıq geriyə. Bu təhlükəsizlik pəncərəsi adlanır. Sizin bir tərəfiniz həmişə boş olmalıdır. Ya sağ, ya sol tərəfiniz üstələməyə gedəndə, ya ötməyə gedəndə boş olmalıdır. Əfsus ki, çox adamlar bu barədə fikirləşmirlər. Yəqin ki, bu videodan sonra çoxları bu barədə fikirləşər. Bir tərəf boş olmalıdır. Diqqətinizə görə çox sağ olun. Özünüzü qoruyun.